Esselamu aleykum. Sizinlə mən çalışacağım ki, dialoqlar paylaşım. Qaydalarına çox da önəm verməyəcəm. Çünki qaydaları bir çox insanlar bilir. Amma dialoqlarında çətinlik çəkirlər. Mən də sizinlə çalışacağım ki, dialoqlar qurum. Bugünkü dialoqumuzda iki kişidir, salamlaşır. Birinci şəkildə aşağıda da iki qadın da salamlaşır. Gəlin bunların dialoqlarına baxaq. Birinci, deməli, Xalidlə Xəlil arasında dialoqdur. Esselamu aleykum, yəni Allahın salamı olsun. Və aleykum səlam, sənə də Allahın salamı olsun. İsmi Xalid, mənim adım Xaliddir. Məsmukə, adın nədir? Yəni kişi ilə salamlaşanda kədən istifadə edir. Yəni ki, sənin adın necə deyəndə kədən istifadə edirlər. İsmi Xalil, mənim adım Xalildir. Keyfə həlukə və yaxud da kəfə həluk da deyə bilərik. Yəni necəsən? Bi xayrin, yaxşıyam. Və elhamdülillah, Allaha həmd olsun. Və keyfə həlukə əntə. Bəs sənin halın necədir? Xalid də deyir ki, bi xayrin, yaxşıyam. Və elhamdülillah, Allaha həmd olsun. Sonra aşağıdakı şəkildə dialoqda iki qadının görüşündən danışır. Baxaq görə nə deyir? Demək, Xavlə və Xadicə arasında dialoqdur. Esselamu aleykum, yəni Allahın salamı olsun. Və aleykum səlam və sənə də Allahın salamı olsun. İsmi Xavlə, mənim adım Xavlədir. Məsmuk ki, qadından soruşanda artıq kidən istifadə edirik. Yəni sənin adın nədir? İsmi Xadicə, mənim adım Xədicədir. Keyfə həluki, halın necədir? Bi xayrin, yaxşıyam. Və elhamdülillah, Allaha həmd olsun. Və keyfə həluki ənti, yəni qadın olduğuna görə artıq əntidən istifadə edirik. Yəni bəs sən necəsən? Ya da bəs sənin halın necədir? Xavlə deyir, bi xayrin, yaxşıyam. Və elhamdülillah, Allaha həmd olsun.